Bir video önce söz verdim ki, arenda yer götürməyin razılaşma yolu barəsində açıqlama verəcəm. Həm sizə sərf eləsin, həm yerin yiyəsinə sərf eləsin, həm də ki, iş tutmasa çox ziyan eləməyin də. Həmin bu dediyim indi də işləkdir. Halbuki 21 il əvvəl mən ilk dükanımı götürəndə elə eyni üslubla danışmışam. İlk ağlıma gələn olub. İndinin özündə də aktualdır. Bax, məsəl üçün bir yer öyrənirsiniz, qiymət öyrənirsiniz. Deyirlər ki, arendası 2000 manatdır. Siz bu yer yiyəsinə deyirsiniz aşağı yeri, görürsünüz heç cür düşmür də və yaxud 2200 deyib, ən sonu 2000-ə düşür. Sən təklif edirsiniz ki, sizinlə mən razıyam, ana arenda deyirlər də 2000 manat olacaq, amma mən sizə istəyirəm 6 ayın pulunu əvvəlcədən verim. 6 ayın pulunu 1500 manatdan verirəm, indidən verirəm 9000 manat. Nəqd verirəm, bu 6 aydan sonra 2000 olacaq. Siz bununla yer yiyəsinə nəqd pul verməklə, bir neçə ayın pulunu verməklə ona nə sərf eləyir? O bilir ki, 6 ay siz oradan çıxmayasınız, həm də ki, əlinə nəqd pul götürür. Bir də ki, yerini vermiş olur özü istədiyi qiymətlə, yəni 6 aydan sonra 2000 manatla sizə vermiş olur. Sizə də o sərf eləyir ki, əgər sizin qurduğunuz iş tutmazsa, birincisi 6 ay ərzində rahat olasınız, əlavə xərc eləməyəsiniz. Əgər tutmayanda da ziyanlı sizin ayda 2000-dən pulunuz çıxmayacaq da, 1500-dən çıxacaq. Tutsa da ki, siz əgər davam eləmək fikrində olsanız 6 aydan sonra, o zaman artıq işinizi bilirsiniz, xeyrinizi bilirsiniz, xərcinizi bilirsiniz. O 2000 manatı da verməyə əvvəlcədən razı olub və davam eləyəsiniz də.